أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد أما بعد. Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillah. Biz Yezid ibn Muaviyə barədə Risaləni oxumaqda davam edirik. Aydındır, bu məsələ biraz həssas məsələdir və bu şəxs barədə ümumiyyətlə fikir ayrılığı var və qaranlıq məsələlər çoxdur. Bu şəxs barədə, atası barədə və böhtanlar çoxdur, ifrata varmaq çoxdur, ifratçılıq çoxdur və s. Ona görə belə məsləhət oldu ki, qardaşlar da xahiş elədilər ki, bu risaləni oxuyaq, bir ümumən məlumatımız olsun. Və biz keçən məclislərimizdə dedik, Yezid ibn Muaviyə Osman radiyallahu anhu xilafəti vaxtında doğulub. Yəni, hicrətin, keçən də dedik, 26-cı ilində. Və deməli, atası Abu Muaviyədir, babası Abu Süfyan. Təbii ki, o yalan məlumatlar çoxdur. Məsələn, məlumatlardan necə İbn Mutahhar deyir ki, İbn Mutahhar Rafizi, gör ki, İbn Ömər rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, kim bu qapıdan keçəcək, o mənim sünnətimlə gedməyəcək, elə də öləcək. Yəni, sünnətdən müxalif olacaq. Və bu vaxtı Muaviyə radiyallahu anh girir və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem qalxıb xütbə verəndə Muaviyə güya ki, xoşu gəlmir xütbədən, götürür oğlu Yezidi, əlindən çıxırlar və Peyğəmbər sallallahu aleyhi ve sellem bu əsnada, xütbə əsnasında lənətləyir bunları. Lənətləyir. Bu açıq aydın yalandır. Elə biraz elmi olan adam görəcək. Çünki bəzi bidətçilərlə adca elm kifayət edir ki, biləsən ki, bu yalandır. Və ya hansısa elmdən məlumatın olsa, bilərsən ki, bu böhtan və yalandır. Məsələn, adi tarixi sən bilsən ki, biz dedik, Yezid hicrətin 26-cı ilində dünyaya gəlib. Yəni, Osman radiyallahu anh xilafəti vaxtı. Amma o rivayətdə nə deyilir? Yalan rivayətdə, uydurma rivayətdə Muaviyə Yezidi əlindən tutdu, çıxdılar. Yəni, elə bir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında artıq Yezid doğulmuşdu. Ona görə tarixi bilmək, doğuş, vəfat, tarixin bilmək çox məsələlərdə, məsələn, xüsusən uydurma, böhtan olan xəbərdə rivayətləri ifşa edir. Hətta o tarixləri bilmək. O ki, qaldı, elə mən sənədindən onu danışmıram. Və ya mətnindən danışmırıq. Ona görə tarixi bilmək, məsələn, görürsünüz ki, şəxsin doğuluşu, vəfatı bəzi yalanları açır, məsələn, böhtanları açır, aydınlaşdırır. Və belə, xüsusən, yəni belə fikir versək kitablara, müxaliflərin kitablarını, xüsusən bidət əhlinin, onlar xüsusən Yezid barədə, Muaviyə barədə çoxlu uydurma rivayətlər ediblər, nəql ediblər. Və atası dedi, Muaviyədir, anası Meysun binti Bəhdəl Əl-Kəlbiyyə və Yezid deməli doğulandan sonra anasıyla gedir öz qəbilələrinə, dayıları qəbilələrdə tanınmış adamlar olur və o qəbilədə başlayır böyüməyə. Sonra müəyyən bir yaşa çatanda Muaviyə götürür yanına. Götürür, başlayır onu öyrətməyə və elm verir ona. Və Muaviyə radiyallahu anh özü də elmli idi, yazıb oxumağı bilirdi. Ona görə bəzi sahabələr düzdür, belə yazıb oxumaq çox yayılmamışdı. Qureyşin arasında. Ona görə sahabələrin içində əsasında
Məkkə devrində əsasən təxminən 17 sahabi yazıb oxumağı bilirdi. Ona görə vəhiy yazmaq onlara həvalə edilmişdi. Onlara həvalə edilmişdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem özü yazıb oxuya bilmirdi. Ona görə Allah Teala deyir ki, biz elə adama verdik ki, yazıb oxuya bilmir. Bu da bir hikmət var bunda. Nə üçün? Özünüz görürsünüz ki, İslamın düşmənləri cürbəcür yollarla hələ istəyirlər böhtan atsınlar. İstəyirlər müsəlmanlar, avam müsəlmanlara şübhə atsınlar. Əgər yazıb oxuya bilsəydi, deyər daha alim idi, özündən din nəsə ixtira eləyə bildi. Elə adama verib ki, elə bir vəziyyətdə idi ki, şübhə yeri yoxdur. Şübhə yeri yoxdur. Və həmçinin adi bir dənə bu avamlar arasında görürsən, hərdən deyir ki, biri, bilməyən, deyir ki, Quranı Məhəmməd yazıb, sallallahu aleyhi ve sellem. Ay, Məhəmməd sallallahu aleyhi ve sellem yazıb oxuya bilmirdi, necə yazıb o? Quran, Məhəmməd sallallahu aleyhi ve sellem sözü Allahın sözüdür, Allahın kəlamıdır. Deməli, Meysun, anası Meysun, o da hicrətin 80-ci ilində vəfat eləyir və sonra deməli Muaviyə tərbiyəsi ilə özü başlayır məşğul olmağa və özü belə bəzi kitablarda qeyd olunur, necə idi hündürboy və s. Yəni gözəl idi, elə sifət quruluşu və s. insan kimi. Və bəzi rivayətlərdə gəlir ki, necə indi qabaqda da qeyd ediləcək ki, Yezidin əməllərindən, bəzi salih əməllərindən Konstantiniyayı mühasirəyə almaq, Konstantiniya döyüşü və Muaviyə radiyallahu anhu onu göndərir, o qoşunda başçı kimi. Yəni artıq Konstantiniyanın mühasirəsi, onlarla döyüş, onlarla döyüş artıq Muaviyənin vaxtında başladı. Muaviyə olan vaxtı artıq başlamışdı. Hətta ondan da qabaq artıq bəzi hücumlar olmuşdu Rumların üstünə. Və nə maraqlıdır, o döyüşdə Yezid əmir idi, qoşunun başçısı və sahabələr o qoşunda əskər kimi getmişdilər. Və çoxusu da ürək atırdı ki, can atırdı ki, o döyüşdə iştirak eləsinlər. Ne üçün? Peyğəmbər sallallahu aleyhi ve sellem hədisi ki, demişdi ki, Rasul sallallahu aleyhi ve sellem ki, onlar ki, Konstantiniya və ya Qeysəri müharibə edəcəklər, Allah Teala onları nə edib? Allah Teala onları bağışlayıb. Allah Teala onları bağışlayıb. Yəni, onlar bağışlanandılar artıq. Ona görə hətta bəzi sahabələr o döyüşdə o savaba nail olmaq üçün iştirak eləmək istəyirdilər. O sahabələrdən həmçinin Hüseyn radiyallahu anhu. Hüseyn də deməli radiyallahu anhu o döyüşdə olub, iştirak eləyib və böyük sahabələrdən biri Əbu Əyyub el-Ənsari. Hətta Əbu Əyyub el-Ənsari xəstələnir səfərdə və Yezid onu ziyarət edəndə Əbu Əyyub el-Ənsari ona deyir ki, mən ölsəm, mənim cənazəmi biraz daşıyın, dərhal bastırmayın ki, Allah yolunda iştirak edənlərdən hətta öləndə də sayılım. Və Yezid dəhl eləyir. Baxmayaraq Əbu Əyyub el-Ənsari dünyasını dəyişir, yuyurlar, kəfənləyirlər, lakin döyüşə gedəndə onu aparırlar çiyinlərində bir dəstə adam. Hətta Rumların kralı, imperatoru, deyəsən Konstantin 4-cü olur. Hətta o uzaqdan döyüşə müşahidə edəndə görür ki, nəsə bir dənə cənazədir, daşıyırlar belə. Döyüş meydanında, arxada olsa da. Xəbər göndərirlər ki, o nə söhbətdir, deyirlər, Əbu Əyyub el-Ənsari belə vəsiyyət eləyib, Yezid deyir. O da xəbər göndərir ki,
Çünki Əbu Əyyub el-Ənsari deyir ki, məni döyüş meydanında bastırın. Döyüş meydanında. Deyir, siz hətta buradan geçsəz, biz onu çıxardıb itlərə yem eləyəcəyik. Güya ki, Yezid də deyir ki, güya ki, təbii ki, bu artıq Əqdül Fərid risaləsi var, Əhl-i Sünnə deyil o. Orada gör ki, nəql edir. Yezid də deyir ki, əgər siz onun meyitinə toxunsaz, biz öz ölkəmizdə bütün kilsələri və nəsraniləri öldürəcəyik. Əqdül Fəriddə elə rivayət keçir, amma İbn Qudamə rahimehullah deyir ki, bu İslami mövqe deyil axı. Yəni o demək deyil. Hansısa müsəlmanı xristianlar öldürsə, biz gərək öz ölkəmizdə xristianları öldürək. Özü də onlar zimmidir axı bizim ölkəmizdəkilər. Zimmiyə toxunmaq olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim zimmiyə toxunsa, qiyamət günü ona cənnətin iyi gəlməyəcək. Hansı ki, cənnətin iyi 40 illik yoldan gəlir. Yəni, rivayətdə görsənir ki, Əqdül Fəridin müəllifi işləyib üstündə. Və məqsəd də nədir? Yəni, pis göstərmək Yezidi. Yezidi pis göstərmək, gör ki, o belə adam öldürən idi və s. Belə təsvir yaransın onun barədə, deyə. Amma səhih budur ki, əlbəttə, səhih deyil o. Yəni ki, Yezidin elə demək ki, siz onu toxunsaz, göyə ki, biz öz ölkəmizdə nəsraniləri öldürəcəyik. Elə şey yoxdur, İslam deyil o. İslam əsaslarla düzgün gəlmir o. Xüsusən də hələm sahabələr sağ idi. Sahabələr sağ idi. Yezidin yanında Hüseyin radiyallahu anh orada idi. Sonra başqa sahabələr orada idi. Yəni, onlar deyə bilərdi ki, elə şey olub bilməz axı. Sonra belə rivayət gəlir ki, o kral da deyir ki, imperator deyir ki, biz toxunmucuq, qəbrində toxunmucuq. Və həmçinin Yezid barədə nə deyə bilərik? Məsələn, şair idi, şeirdən başa çıxan adam idi. Hətta bəzi şeirləri var, hətta İmam Şafii rahimehullah onun şeirlərindən bəzilərini deyirdi. Yəni, alimlərdən istifadə edirdilər şeirlərindən. Bu onu göstərir ki, şeir cəhətindən, bəlağa cəhətindən elmli idi, məlumatlı idi. Hətta İbn Həcər rahimehullah ondan danışanda deyir ki, mərd və şair idi. Vəsf eləyir onu İbn Həcər rahimehullah. Həmçinin qardaşlar, əl açıq idi, xəsis deyildi. Məsələn, Əhl-i Beytdən bəzilərini baxırdı. Çünki atasından öyrənmişdi bunu. Çünki atasının vaxtında, Muaviyyə radiyallahu anh vaxtında ən çox Beytülmaldan nəsə verirdilər məsələn, ən çox Həsən Hüseynə verilirdi. Ən çox. Onlar da götürürdülər. Çünki Muaviyyə ilə xüsusən münasibətləri çox yaxşı idi. Çox yaxşı idi. Hətta Əhl-i Beytdən məsələn Abdullah ibn Cəfər, İbn Əbi Talib, Cəfərin oğlu Abdullah. Yezid ona yaxşı əta verirdi. Yəni mal verirdi, hədiyyələr verirdi. Hətta onu tənqid edirdilər Abdullah'ını ki, sən çox ona yaxınlıq eləyirsən. Hətta Abdullah ibn Cəfər, düzü bu qəribi görsənsə də bəzilərinə Ansab-ül Əşraf risaləsində qeyd olunur və s. Başqa risalələrdə də, əsərlərdə də Abdullah ibn Cəfər Yezidə deyirdi ki, anam atam sənə fəda olsun. Və deyirdi ki, vallahi mən bundan qabaq heç kəsi belə deməmişəm. Yəni, bunu göstərir münasibətin. Hətta deyirdi ki, necə İbn Kəsir nəql edir, Bidayə və Nəhayyə risaləsində, deyirdi ki, siz məni tənqid edirsiniz ki, mən Yezid barədə yaxşı fikirdəyəm. Yaxşı fikirdə olduğum barədə siz məni tənqid edirsiniz. Yəni, belə münasibətlərdən, yəni biz sadəcə təbii ki, çox təfsilatı var bırıq. Bunları qeyd edirik ki, insanlarla münasibəti, Əhl-i Beytlə münasibəti bəzilərindən necə idi? Yəni, insan kimi istəyirik, biraz məlumat verib bu barədə.
Çünki təbii ki, elə firqələr var, otursan, ancaq pisləyəcək. Yəni, bu adam yaxşı cəhətləri də var idi axı. Və yaxşını onlar heç vaxt deməzlər. Çünki ancaq pisləmək lazımdır. Məsələn, əməllərindən necə qeyd etdik, xilafəti vaxtı əməllərindən Konstantiniyanı hücumu məsələn keçməyi, bu təbii ki, atasının vaxtında idi. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ən birinci döyüş kimlər ki, oraya gedəcək, onlar Allah Taala bağışlayıb. Hətta sahabələr can atırdılar o döyüşdə iştirak etməyə. Və Muaviyyənin vaxtında ümumiyyətlə, Muaviyyənin vaxtında, radiyallahu anh'ın vaxtında heç də vəziyyət yaxşı deyildi. Xüsusən əvvəl vaxtı. Çünki Osman radiyallahu anh vəfatından sonra Əli bin Əbi Talib gəldi. Xüsusən Rumlar tərəfdən, çünki Ömər bin Xattab çoxlu fətlər etdi ölkələrin. Rumlara böyük zərbələr vururdu. Hətta Osmanın vaxtında da. Elə ki, Osmanı öldürdülər. Əli gəldi radiyallahu anh xilafətə. Əli radiyallahu anh vaxtında döyüşlər dayandı. Yəni, fətlər dayandı. Yəni, döyüş harda oldu? Başladı müsəlmanlar bir-birinin arasında döyüşməyə. Və dövlət zəifləmişdi. Dövlət zəifləmişdi və Əli bin Əbi Talib xilafəti Mədinədən köçürmüşdü Kufəyə. Ona görə Rumlular hədəliyirdilər müsəlmanları. Hədəliyirdilər. Və hətta Muaviyyə ilə Siffin döyüşü olanda Rumların imperatoru xəbər göndərmişdi Muaviyyəyə ki, mən sənə kömək eləyim, əlini devirək və s. Muaviyyə isə orada kişi kimi onun addımı görsən orada mövqeyi demişdi ki, bir dənə qoşun göndərərəm, axırı burada, əvvəli sənin yanında olar. Yəni, gedmədi o söhbətə. Gedmədi. Yəni, Muaviyyə radiyallahu anh, qardaşlar, əlinin heç bir problemi yox idi əvvəldə. Düzdür, belə vəsfilirlər, göy ki, kökdən, göy ki, 7 əsr qabaq babaların arasında artıq söhbətlər var idi və s. və s. Onlar hamısı cəfəngiyyatdır. Biz görmürük ki, Muaviyyə radiyallahu anh əlinlə nəsə problem olsun. Bu hadisələrdən qabaq. Problem nə oldu? Osmanlı qatilləri. Muaviyyə radiyallahu anh baxmayaraq tələbində düz idi. Əmisi oğlu idi Osmanın. Yaxın idi Osmana. Qohumu idi. Və qanun qatilləri cəzalandırmağı tələb edirdi. Baxmayaraq tələbində düz idi. Sadəcə səhvi nədə idi? Müharibə həddinə gəldi, Əli ilə döyüşməyi. Biz onu səhv görüyoruz bu barədə. Lakin Muaviyyə radiyallahu anh sahabi idi. Vəhiy yazanlardan biridir. Və xüsusən də Əli bin Əbi Talibindən sonra böyük onun İslam dövlətinin güclənməyində, dağılmamağında onun böyük təsiri olub. 20 il sahabələrin, Raşid xəlifələrin vaxtında 20 il Şama hakimliyi elədi. 20 ildə sonra bütün İslam dövlətinə hakimlik elədi. Elə belə balaca adam deyildi, insan deyildi. Yəni 40 il. Təcrübəli adam idi. Yəni bu həqiqətdir. Ola bilərdi bəzi bu Allahı tərifləyir və s. Burada tərifdən söhbət gedir. Biz həqiqəti danışırıq. Bunu inkar etmək olmaz. Necə adam 40 il, 20 il hakim olub İslam dövlətinin ümumiyyətlə. Olan vaxtında, Əli radiyallahu anh vaxtında İslam dövləti zəifləmişdi. Rumlar hədəliyirdilər. Muaviyyə gəldi, gəmi donanması qurdu. Gəmilərlə başladılar. Fətlər başladı yenidən. Əksinə, bu adam görür ki, biz tarix bunu göstərir ki, əksinə İslam dövlətinə ancaq xeyir verib. Bəli, səhvləri var idi. Necə ki, başqa sahabələrin də, başqa insanların səhvsiz insan olmaz. Lakin o səhvlər onu dindən çıxartmır. Dindən çıxartmır. Yəni, səhvlər nə qədər böyük olsa da. Bax, Əli bin Əbi Talibi öldürən. Əli bin Əbi Talibi öldürən kafir oldu, yox. Sahabələr təkfir eləmədilər. Nə Həsən, nə Hüseyin onu təkfir eləmədi. Onu öldürəndə mürtəd kimi öldürmədilər. Təkfir eləsəydilər, mürtəd kimi öldürərdilər.
hansı tərəfini öldürdülər? Hədd kimi. Hədd kimi. Bu dəlillərdən biridir ki, xavaricilər kafir deyil. Hətta Əli ibn Əbi Talib öldürən. Aydın qardaşlar, bu həqiqətdir. Baxmayaraq kim nə danışır. Və əməllərindən məsələn, Konstantiniya müharibəsində birincilərdən olan bu təxminən Konstantiniya hücum deməli Osman radiyallahu anh vaxtında başlamışdı. Hətta Qibris almışlar müsəlmanlar hicrətin 28-ci ilində. Hicrətin 28-ci ilində, yəni Osman radiyallahu anh xilafətində, sonra 49-da Muaviyyənin vaxtında radiyallahu anh hücumlar təzdən başladı. Artıq Konstantiniyaya hücumlar təzdən başladı. Həmçinin bir şey də qeyd eləmək istəyirəm. Baxmayaraq bu Yezdi xilafəti vaxtı bəzi hadisələr oldu. Lakin döyüşlər davam edirdi. Yəni o ölkənin daxilində olan fitnə mane olmadı. Ölkənin xaricilərində döyüşlərə mane deyildi. Mane olmadı. Yəni əksinə dövləti zəifləmədi. İslam dövləti zəifləmədi, xüsusən də Muaviyyə radiyallahu anhudan sonra. Çünki Muaviyyə radiyallahu anhu İslam dövlətini möhkəmləndirmişdi. Yəni ölkə daxili Yezdin vaxtında belə hadisələr ki oldu, əsasən Hurra hadisəsi, Mədinəyə hücumu, sonra Məkkəyə hücumu, İbn Zübeyrlə olan onun döyüşü, sonra demək olar Kərbala. Biz Kərbalanı bilirsiniz, qardaşlar, biz Kərbalanı böyük döyüş kimi təsvir eləmirik. Çünki əslən döyüş deyildi ki, iki qoşun arası. Çünki gələcək onun məsələlərə inşallah, qabaqki dərslərdə inşallah. Çünki bu döyüş də deyildi, əslən iki qoşun arasında döyüş deyildi. Orada Hüseyin radiyallahu anh sadəcə allatdılar. Məkkədə oturmuşdu. Elə allatdılar ki, Hüseyin radiyallahu anh çıxdı. Həc vaxtı. Zilhiccenin 8-i. Həc başlayır. Çıxdı gəldi arvad uşaqla. Uşaq, körpə, qadınlar, yəni az bir adamla sayda, əmi oğlanları və s. Yəni bu döyüşə çıxmamışdı ki, qoşunla gəlsin. Yəni deyək ki, qoşunla döyüş idi, döyüş də deyildi belə. Çox qısa, saatlarla deyir, qısa, yəni həll olundu. Düzdür, bunu şişirdirlər, gör ki, suların qabağını aldılar ki, onlar zəiflətsinlər və s. Ondan belə hətta səhnə qururlar. Özünüz görmüşsünüz, Bəhərnəm ayında ondan səhnə eləyirlər və s. Lakin bunlar hamısı təbii ki, ifratdır. İslamla heç bir əlaqəsi yoxdur. Çünki sahabələr belə eləməyib, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem və Hüseynlə qabaq da radiyallahu, biz sevirik onu, Hüseyin radiyallahu anhunu. Necə ki, sevirik Həsəni, Cəfər-i Sadiqi, onların atasını Əli ibn Əbi Talib radiyallahu anhunu, Ömər ibn Xattabın qaynatasını, həmçinin Osmanı, həmçinin Əlini, həmçinin Muaviyyəni, həmçinin Əbu Bakırı, Öməri, başqa sahabələr kimi. Yezid sahabi deyildi. Yezid sahabi deyildi. Onu da qeyd edirlər. Yezid nə idi? Tabiin. Tabiinlərdən idi. Lakin hər bir insanın səhvi var. Yezid nə edib? Qiyamət günü cavab verəcək. İbn Teymiyyə rahimehullah Yezidi zalim kimi vəsf eləyir. Bəli, zülmü olub. Amma o kafir deyildi yəni. Kafir də olmayıb. Müsəlman idi. Biz bu dərsləri, bu məlumatları verməklə onu tərifləmək məqsədimiz deyil. Sadəcə bu şəxs olub tarixdə hicrətin 60-dan 64-cü ilinəcən İslam dövlətinin rəhbəri olub. Biz sadəcə onu çatdırmaq istəyirik ki, onu barədə biraz məlumat olsun. Həmçinin ümumiyyətlə indi qabaqda gələcək o hadisələr. Hətta Kərbala ona öz baxışla, yəni necə səhih rivayətlərdə nə gəlib, bacardığımız səhih rivayətlərdə nə gəlib, uydurma və yalanları kənara qoymaqla ki, biraz cəmaət bilsin ki, bu hadisələr necə olub, necə başlayıb və necə olub və bəzi şişirtmə
rivayətləri də qeyd edəcəyik ki, görürsünüz necə şişirdilib. Uydurma hansı ki, birini qeyd elədiyim gör ki, Peyğəmbər sallallahu aleyhi ve sellem lənətdədir. Muaviyyə ilə Yezid doğulu gör ki, xütbədə idilər. Hansı ki, Yezid hicrətin neçənci ilində? 26-cı ilində doğulub, Yezid onda doğulmamışdı. Aydın, lakin uydurmadır. Uydurma. Ona görə hərdən yəni necə belə loru dildə desək, göplayanda heç olmasa elə göpla ki, biraz düzgün olsun da, biraz heç olmasa düzgünə yaxın olsun. Yəni elə firqələr var, heç göplaya bilmirlər. Aydın da yalan danışa bilmirlər. Biraz zarafat da hərdən lazımdır. Allah bizi eşli faydalardan etsin. Allah kömək olsun hamımıza. İnşallah Allah qismət eləsin, davam eləyəcək. Qabaqda hadisələr qeyd olunacaq, bəzi faydalar qeyd olunacaq. Allah bizi dində sabit etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.